6 Mart 2026 il. Bu arı karnika arımızdır. Arıxanada bir yeşikdən də arı çıxmır, amma karnika arısı maşallah maşallah çiçək tozu gör nə qədər gətirir. Bu arını Şahbuz rayonundan almışam. Mən belə düşünürəm ki, bu F1'dir, amma karnika ilə Qafqazın qarışığıdır. Bəli, karnika ilə Qafqazın qarışığıdır, amma çox gözəl, effektiv işləyir. O ikinci pətək Qafqazdır. O da bir tək-tük gedir gəlir, amma bu arımız karnika ilə Qafqazın F1 nəslidir. F1 xəttidir. Yəni bu arının iş qabiliyyəti o birisilərdən yuxarıdır. Qarağac çiçəkləyib. Qarağac çox gözəl bir ağac növüdür. Elə həm tikinti materialı kimi istifadə olunanda, həm də ilkbaharda arıların çiçək tozu ilə təmin olunmasında çox əvəzsiz çiçəyi var. Martın ilk 10 günlüyündə çiçəkləyir. Bu arılar qışa da güclü girir. Az yem yeyir. Üstün cəhəti odur. Az yem yeyir, amma çox tez gəlişir yazda da. O birisi arılar 4-5 ram deyək çərçivəyə qalxıncan bu maşallah 11-12 ramkanı keçir. Keçir, başlayır korpus istəməyə. Hava çox soyuqdur. Yox, inşallah bu arını artırmaq lazımdır. Çox gözəl.